Vahid və qəhhar olan Allahın adı ilə, ey iman edənlər, sizi doğru yola yönəltmək üçün göndərdiyimiz nəbiyə və vəliyə iman edin. Bir nəbi və bir vəli ki, biri digərindən gəlir. Mən isə hər şey bilən, hər şeydən xəbərdar olanam. Şübhəsiz ki, Allah ilə olan əhdlərini yerinə yetirənlər üçün nəyim cənnətləri vardır. Ayələrimiz oxunduğu zaman onları inkar edənlər üçün cəhənnəmdə böyük bir yer vardır. Beləliklə burada böyük bir xəbərdarlıq var. Hətta surənin özündə, həmin ayədə də Quranın ayələrini eşidib, sonra hər hansı bir səbəbdən inkar edənlərin birbaşa cəhənnəmə gedəcəyi bildirilir. Bəli. Qiyamət günü onlara haradadır o elçiləri inkar edən azğınlar deyə nida ediləcək. O elçiləri xəlifələr olaraq yalnız haqq tərəfimizdən bir dəlillə təyin etdi və Allah onlara yalnız yaxın bir vaxta qədər möhlət verir. Elə isə Rəbbinin həmdini uca tut və Əli şahid olanlardandır və Fatimə mənim nurumdur və mən onun vasitəsilə